salam, bugün sizinle birlikte İngilisle 6. sınıf səhifə 20 izahına baxırıq. İlk çalışmamız diyalogdur. Gəlin bu dialogu oxuyaq və problemin nə olduğunu tapaq. Hey Benjamin, are you okay? Salam Benjamin, sən yaxşısan? Yeah, but I can't find the bowling alley. Bəli, amma bowling zalını tapa bilmirəm. Where are you? Sən hardasan? Let me see, I am on Liverpool Street in front of the park. Qoy baxım, mən Liverpool küçəsindəyəm, parkın qarşısında. Okay, go straight and turn right on Main Street. Yaxşı, düz get, sonra isə Main Street-lə sağa dön. Okay, the bowling alley is next to the shopping center. Bowling zalı ticarət mərkəzinin yanındadır. Oh, I see, I am on my way. Mən gördüm, təşəkkürlər, gəlirəm. I am on my way, gəlirəm və yoldayam mənalarına gəlir. Və bizdən soruşurdu ki, what is the problem? Problem nədir? Problem ondan ibarətdir ki, Benjamin yolu tapa bilmir, bowling zalına gedir və dostu ilə danışır, dostu isə ona yolu başa salır. İndi gəlin bunu bir daha dinləyək sizlə birlikdə. Hey Benjamin, are you okay? Yeah, but I can't find the bowling alley. Where are you? Let me see. I'm on Liverpool Street in front of the park. Okay, go straight, then turn right on Main Street. Okay. The bowling alley is next to the shopping centre. Oh, I see. Thanks. I'm on my way. Dinlədik, davam edirik indi. Complete the mini dialogues with the expressions below. Bizə burada aşağıda bəzi ifadələr verilib və biz bu ifadələrlə aşağıda verilmiş dialoqları tamamlamalıyıq. Gəlin baxaq. Birinci nədir? Are you okay? Are you okay? Sən yaxşısan deməkdir. Yəni sual verir ki, sən yaxşısan? İkinciyə baxırıq. I am on my way. I am on my way. Yoldayam, gəlirəm deməkdir. Let me see isə qoy baxım, icazə ver baxım bu mənalara gəlir. Gəlin də baxaq. What time is it? Saat neçədir? It is 7:15. Saat 7:15-dir. Biz bunun qarşısında nə istifadə edə bilərik? Yaxşısan? Yoldayam, yoxsa ki, qoy baxım. Nə olar təbii ki də? Qoy baxım, saat 7:15-dir. Let me see. Bir də olacaq let me see. Burada verilmiş boşluğa yazmalısınız let me see bu ifadəni. Bura qeyd edirəm 1. İkinciyə baxırıq. Are you coming? Sən gəlirsən? I am in the car. Mən maşındayam. Nə olar? Gəlirəm, yoldayam. I am on my way. Bura uyğun gedəcək. İkinci. Sonuncuya baxırıq. I have a problem. Mənim problemim var. What's your problem? Sənin problemin nədir? Are you okay? Sən yaxşısan? Üçüncüyə də uyğun gedir. Are you okay? İfadəsi. İndi üçüncü çalışmaya baxırıq. Listen and repeat the expressions. Dinləyin və ifadələri təkrarlayın. Bunu dinləməli və burada keçən ifadələri təkrar etməlisiniz. Are you okay? I'm on my way. Let me see. Where are... Aha, bitdi. Burada verilmiş ifadələr, baxın bizə ikinci çalışmada verilmiş ifadələr idi. Are you okay? I am on my way. And let me see. Davam edirik indi. Dördüncü çalışmamız pronunciation çalışmasıdır. Listen and repeat the questions. Notice the intonation. Deməli, biz buranı dinləməliyik və intonasiya ilə bu ifadələri təkrar etməliyik. Gəlin dinləyək. Are you? Are you okay? Where are you? Are you okay? Baxın, where are you-da ardan sonra səs tonu aşağı düşməlidir. Amma are you okay deyəndə are you-dan sonra səs tonu qalxmalıdır. Are you okay? Görürsünüz, okay deyəndə səs tonu qalxır. Amma where are you? You deyəndə isə səs tonu aşağı düşür. Davam edirik, 5-ciyə baxırıq. Listen to the dialogue again, then practice with a partner. Deməli, burada dialoqu yenidən dinləməlisiniz və bunu bir partnyorunuzla, sinif yoldaşınızla praktika etməlisiniz. Yəni, təkrarlamalısınız. 6-cıya baxırıq indi. Role play a new dialogue, follow the steps. Bizə burada bir dəqiqə buna baxaq. Burada bizə belə bir şəkil verilib.
Choose the start from A or B. Change the words in below in exercise 1 to write a new dialogue in your notebook asking directions to the cinema or supermarket. Practice your dialogue with a partner. Present your dialogue to the class. Deməli, bu şəkilə baxaraq dialoq qurmalıyıq. Dialoqu qurarkən də, baxın, biri nümunə kimi götürürük. Birinci çalışmanı. Sadəcə olaraq burada mavi rənglə verilmiş sözlərin yerini dəyişməliyik. Mavi rənglə verilmiş sözləri dəyişərək yeni bir dialoq yaradırıq. Daha sonra isə bu dialoqu öz sinif yoldaşımızla müzakirə edirik. Yəni biz sual veririk, o bizə cavab verir. Ən sonda isə bu dialoqu sinifdə təqdim etməlisiniz. Gəlin indi baxaq, biz bu dialoqu necə yaza bilərik? Deməli, şəkilə baxaraq burada nə var? York Road, Grand Avenue, restoran var, supermarket var, sinema var, Long Avenue, London Road and Clothes Shop. İndi gəlin buna uyğun bir dialoq quraq. Deməli, belə başlaya bilərik ki, hey, Benjamin'i dəyişək. Olsun Maria. Gəlin elə burada yazaq. Benjamin'in yerinə yazırıq Maria. Salam Maria, sən yaxşısan? Yeah, but I can't find. Gəlin bu dəfə sinemanı tapa bilməsin. Bowling alley'in yerinə yazırsınız sinema. Let me see, I am on. Küçəni dəyişib edə bilərik, məsələn. Grand Avenue yazaq. Gəlin buraya yazaq Grand Avenue. Bu mavi olan sözləri silirsiniz, yerinə yazırsınız Grand Avenue. Next to the restaurant. Let me see, I am on Grand Avenue next to the restaurant. Digərinə baxırıq, okay, go straight, then turn right on Main Street. Deməli, bu hara getmək istəyir? Bu getmək istəyir kinoteatra. Gəlin indi bura baxaq. Deməli, Grand Avenue-dadır hal-hazırda, yəni buradadır. Bu küçədədir. Getmək istəyir sinemaya. Kinoteatr da buradadır. Yəni belə olacaq ki, then turn left on York Street. York Street'dən hara dönməlidir? Sol tərəfə dönməlidir. The cinema is on your right. Kinoteatr isə sənin sağındadır. Baxın, York Street soldadır, kinoteatr solmalıdır, sağda sinema. Onu biz belə yazacağıq ki, next to yox, səhv yazdım. Burada olmalıdır ki, turn left, turn right'in yerinə yazırsınız left. On York Road. Left on York Road. The bowling alley is next to the shopping center. Sinema yazırıq bura. Is, sinema kinoteatr hardadır? Is on your right. Next to the yerinə yazırıq. Is on your right. Oh, I see, thanks, I am on my way. Tamamladıq. Deməli, Benjamin'in yerinə yazdıq Maria. Bowling alley'in yerinə sinema. Liverpool Street in front of the park'ın yerinə Grand Avenue. Next to the restaurant. Right on Main Street'in yerinə left on York Road. Bowling alley'in yerinə sinema. Next to the shopping center'ın yerinə on your right. Bu qədər. Bitdi. İndi isə səhifə 21-dən davam edirik. Look at the images, discuss the questions with a partner. Deməli, burada bizə aşağıda bir tekst verilib və bir şəkillər var. Biz bu şəkillərə baxaraq təxmin etməliyik ki, tekstdə nədən söhbət gedir. Birinci belədir ki, what is Chinese New Year? Çin yeni ili nədir? İkinci isə what things do people do at Chinese New Year? İnsanlar Çin yeni ilində nə edir? Gəlin şəkillərə baxaq aşağıdan. Chinese New Year lanterns, red envelopes with money. Şəkillərə baxanda məncə burada olacaq.
What things do people do at Chinese New Year? Çin yeni ilində insanlar nə edir? Gəlin hələ ki, ikini qeyd edək. Oxuyub tərcümə eləyəndən sonra biz daha da doğru cavabı tapa biləcəyik. Davam edirik indi. Baxırıq ikinciyə. Gəlin bunu oxuyaq və tərcümə edək. My favorite festival. Mənim sevimli festivalım. My favorite festival is Spring Festival. Mənim sevimli festivalım yaz festivalıdır. Some people also call it Chinese New Year. Bəzi insanlar onu Çin yeni ili də adlandırır. It is a big family celebration here in China. Çində böyük bir ailə bayramıdır. The date of the festival depends on the cycles of the moon. Festivalın tarixi ayın dövrlərindən asılıdır. Some years it is in January and others in February. Bəzi illərdə yanvarda, bəzilərində isə fevralda olur. Before the festival we clean and decorate our houses. Festivaldan əvvəl biz evimizi təmizləyirik və onu bəzəyirik. Every neighborhood, street and building has red decorations. Hər məhəllədə və küçədə və binalarda qırmızı dekorlar olur. We love the colors red as it is symbol of energy and being happy. Biz qırmızı rəngi sevirik çünki qırmızı rəng enerji və xoşbəxtliyin simvoludur. The Spring Festival dinner is very important. Yaz festivalında nahar çox vacibdir. Many Chinese people travel to be with their families. Çinlilərin çoxu öz ailələrinə baş çəkir, onlarla səyahət edir. We eat special food together. Biz birlikdə xüsusi yeməklər yeyirik. Parents and grandparents often give children red envelopes with money. Valideynlər və nənə-babalar tez-tez uşaqlara zərflər verirlər. İçində pul olan zərflər verir. You take the envelope with both hands. Sən zərfi iki əlinlə götürürsən. It isn't polite to use one hand or to open the envelope in front of the person. Zərfi bir əllə götürmək nəzakətli deyil və onların qarşısında açmaq da nəzakətli deyil. Today a lot of people also send red envelopes to friends and family online. Bugün insanların çoxu online olaraq dostlarına və ailəsinə qırmızı zərflər göndərir. Many cities and towns in China celebrate Spring Festival with fireworks, dragon and lion dances and fairs at parks. Çində bir çox şəhər və qəsəbələri bahar bayramını atəşfəşanlıq, əjdaha və aslan rəqsləri və parklarda, yarmarkalarda qeyd edir. My favorite thing about Spring Festival is seeing the bright colors of the fireworks at night. Bahar festivalında ən çox sevdiyim şey gecələr atəşfəşanlığın parlaq rənglərini görməkdir. They are beautiful. Onlar gözəldir. Tərcümə elədik və bizə də buradan bəlli oldu ki, burada əsasən Çin festivalında nə etdiklərindən danışılır. Ona görə də elə bizim bayaq yuxarıda seçdiyimiz variant doğru variant idi ki, insanlar Çin yeni ilində nə edirlər? Davam edirik indi, baxırıq üçüncü çalışmaya. Read the blog again and answer the questions. Yuxarıda verilmiş vlogu yenidən oxumalı və suallara cavablandırmalıyıq. Biz artıq vlogu oxuduq və tərcümə etdik. İndi gəlin suallara cavablandıraq. Why does the date of Chinese New Year change every year? Birinci sualda bizə deyir ki, niyə görə hər il Çin yeni ilinin tarixi dəyişir? Və cavab da burada verilib. Because the date depends on the cycles of the moon. Çünki bu ayın dövrlərindən asılıdır. İndi gəlin ikincini biz özümüz cavablayaq. Why do Chinese people use red decorations? Niyə görə Çinlilər qırmızı dekorlardan istifadə edirlər? Because red is a symbol of energy and being happy. Çünki qırmızı rəng enerjinin və xoşbəxt başlanğıcın simvoludur. Gəlin onu da buradan yazaq. İkini buradan yazıram. Because red is symbol of energy and being happy. Bütün bu sualların cevabı hər biri yuxarıda verilmiş tekstin içində var. Because red is symbol of energy and being happy. İndi gəlin üçüncüyə baxaq. What do children get from their families for New Year? Deməli burada deyir ki, uşaqlar yeni il üçün ailələrindən nə alır? They get red envelopes with money. Onlar ailələrindən qırmızı zərflər alırlar.
içində pul olan qırmızı zərflər. Üçüncünü yazırıq indi. They get red envelopes. Envelopes zərflər deməkdir. With money. Üçüncünün cavabı bu oldu ki, they get red envelopes with money. Dördüncüyə baxırıq indi. How do children take their parents? Deməli deyir ki, onlar hədiyyələrini necə alırlar? Uşaqlar hədiyyələri necə almalıdırlar? Biz bayaq tekstdə oxuduq ki, onlar hədiyyələri iki əllə almalıdırlar. They take the envelope with both hands. They take the envelope with both hands. They take the envelope with both hands. Beşinciyə baxırıq indi. How can people receive present in another country? Burada deyir ki, başqa ölkələrdə yaşayan insanlar bəs hədiyyələrini necə qəbul edirlər? Bu isə online formada baş verirdi. People can send red envelopes to friends and family online. İnsanlar dostlarına və ailəsinə qırmızı zərfləri online göndərir. People can send red envelopes to friends and family online. People can send red envelopes to friends and family online. Bu arada gəlin yuxarıda qara hərflərlə verilmiş sözləri də tərcümə edək. Çünki bunlar bizə 4-cü çalışmada lazım olacaq. Deməli, burada verilmiş sözlərə gəlin baxaq. Celebration, bayram deməkdir. Celebration, bayram. Decorate, bəzək deməkdir. Envelopes, zərflər. Polite, nəzakətli. Fireworks, atəş və şanlıq, fişənglər mənasına gəlir. İndi gəlin 4-cüyə baxaq. Complete the sentence, use the words in bold in the block. Yuxarıda tekstin içində qara hərflərlə verilmiş sözlərdən istifadə edərək aşağıda verilmiş cümlələri tamamlamalıyıq. Həmin sözlərin tərcüməsinə az öncə biz baxdıq. Sözlərimiz hansılardır? Celebration, decorate, envelopes, polite and fireworks. Birinciyə baxırıq. Birinci bizə burada nümunə kimi verilmişdi. We put special lanterns in our house to decorate it for spring festival. Birincidə decorate sözünü istifadə ediblər. Gəlin indi biz ikinciyə baxaq. Do you have any? I need to send some letters. Deməli, burada deyir ki, mən bəzi məktubları göndərməliyəm. Deməli, nə istəyə bilər? Zərf istəyə bilər. Yəni deyir ki, səndə zərf var, envelopes. 2-də biz yazacağıq envelopes. Üçüncüyə baxırıq. I love watching the colors of the and listening to the loud sounds. Deməli, burada deyir ki, mən izləməyi sevirəm. Rəngləri. Nəyin rənglərini ola bilər? Fireworks, atəş və şanlığın, fişənglərin rənglərini. 3-ə yazırıq fireworks. 4-ə baxırıq indi. We are planning a big for my 18th birthday. Mənim 18-ci ad günüm üçün nə planlayırıq? Böyük bir mərasim, böyük bir bayram. Celebration. 4-ə yazmalıyıq. Celebration. 5-ə baxırıq. In my country, it isn't to eat with your mouth open. Deyir ki, mənim ölkəmdə ağzı açıq yemək nə deyil, nəzakətli deyil. Polite. 5-ə də yazırıq polite. Yəni, burada belə bir çalışma var. Buna baxaq. Is Chinese New Year similar to a festival in your country? What's different? Deyir ki, Çin yeni ili sənin ölkəndə olan festivala oxşuyur. Fərqlər nədir? Siz hər hansısa bir bayramla Çin yeni ilini müqayisə edə bilərsiniz.